Həm test izahına baxırıq. Rusiyanın Azərbaycanın şimalında müstəmləkə rejimi yaratması, müstəmləkəçi edilən üsyanlar, bir də müstəmləkə rejiminin möhkəmləndirilməsi. Birinci sualdan başlayaq. Komendant idarəçilik dövründə yaradılan sual və sual işarəsi qoyulan distansiyaya aid olanı seçin. Təbii ki, Qazax, Şəmşədir və Borçalı. Qazax, Şəmşədir, Borçalı. Necə lazımdır? Borçalıya aid olanı seçək. Andlı öhdəliyi adlanan müqavilə. Bu Carbala kəndi olmaz. Hərbi idarə rəisinin tabi idi. Borçalı hərbi idarə rəisinin tabi deyildi, olmaz. Rusiya-Qacar müharibəsi dövründə Ruslar tərəfindən Borçalının işğalı 1801-dir. Olmaz. Gəncəli Cavad xan tərəfindən bir müddət himayə edilmiş. İstədi ki, himayəsi amma eləyə bilmədi. Birinci Rusiya-Qacar müharibəsi başlayan zaman ərazisində üsyanlar baş vermişdi. Bəli, birinci Rusiya-Qacar müharibəsi başlayan zaman Qazaxda, Borçalıda, Carbala kəndə Ruslara qarşı üsyanlar baş vermiş. Ona görə götürəcəyik Y variantı. Verilmiş ərazidə neçəsinə ermənilər köçürülməyib? Ermənilər köçürülmədi olsun. Deməli, erməniləri Naxçıvana köçürüblər. Məsəl üçün, 28-ci müqaviləsində Naxçıvana, Qarabağa, İrəvana köçürdülər. Daha sonra 1804-cü ildə, daha doğrusu 4 yox, 1806-cı ildə Şəkiyə köçürülmüşlər. Xori Cəfərqulu xan köçürmüşdü. Olmaz. Dərbətlə də Bakıya 19-cu əsrdə olmasa da 1724-cü ildə Pyotrun fərmanından sonra köçürülmüşdü. Yəni Xəzəryanı bölgədə Dərbənddən Gilana qədər ərazilərə ermənilər köçürmüş. Deməli, bu bütün ərazilərə köçürüb. Ona görə götürəcəyik heç birini. Daha əvvəl baş vermişdir. Məşədə Məhəmmədin başladığı Şəki üsyanının başlaması 38. Çar Balakənin idarə edilməsi üçün müvəqqəti idarə 30, Lənkəran üsyanı 31, Qulyakovun öldürülməsi 1804, Zaqatala döyüşü, Quba üsyanının gedişində hərbi şura ilə 37. Demək, bizə nə istəyir? Daha əvvəl ən birinci olanı soruşuna görə götürəcək Qulyakovun öldürülməsi. 19-cu əsrin 40-cı illərin birinci yarısında, birinci yarı 40, 41, 42, 43, 44, yəni 45 birinci yarı deyil, 45 ikinci yarı. Xəzər vilayətinin mövcud olması bəli mövcud idi. Bəy və ağaların idarə yaşamının uzaqlaşdırılması bəli uzaqlaşdırılmışdı. Sahibkar kəndlərinin qruplara bölünməsi 47-yə qədər, 46-ya qədər bölünürdü bəli. Ümumimperiya qanunları əsasında fəaliyyət göstərən məhkəmələrin mövcud olması bəli 40-cı islahatında. Azərbaycan ərazisində yeni quberniya yaradılması. Quberniyalar 46 düşür ikinci yarıya. Y variantı. Komendantlara aid deyil. Qafqazın baş hakim tərəfindən təyin edilmələri bəli. Qəza məhkəməsi sədr etmələri. Qəza məhkəmələri yaranıb quberniya, vilayət qəza məhkəmələri yaranıb 1840 islahatında. Onda da komendantlığı ləğv edib yaratmışlar. Ona görə B-ni götürə bilmərik. Dairə və distansiya etmələri bəli, bütün gəlir mənbələrinə nəzarət etmələri bəli, Rus zabitlərindən təyin edilməsi bəli. 6-ya baxaq. Silim sonra. 37-ci ildə Quba üsyanına aid deyil. Varşavada müsəlman alayına atlı toplanması üsyanın başlamasına bəhan oldu bəli. Son damla qoşun toplanması idi. Üsyan əhatə dairəsi və iştirakçıların sayına görə digərlərindən fərqlənirdi bəli. Hətta hərbi şura yaradılmışdı. Komendant idarə üsulu ən ağır formada Quba qəzasında. Qəza yox idi bu dövrdə. Quba əyalət idi. Ona görə C olacaq. Qəza yaranıb 40-cı islahatında. Quberniya, vilayət, qəza nahiyə. Komendantlıq dövründə əyalət, şəhər, distansiyalar var idi. Hadisə nəticə əlaqəsi pozulmuşdur. Erməni vilayətinin ləğv edilməsi 40, Naxçıvan qəzasının yaradılması 40 bəli. Bu düzdür. 47-ci kəndli əsasnamələri dövlət kəndisinin köçmək hüququnun saxlaması. Bu islahatlar sahibkar kəndisi, dövlət kəndisinə aid deyil. Ona görə B olacaq. 46-cı il bəy reskriптinin imzalanması, tüyül və mülk torpaqlarının eyni kateqoriyaya aid edilməsi bəli. Bu da düz olacaq. Gürcüstan İmertiya quberniyasının və Xəzər vilayətinin ləğv edilməsi, Tiflis, Kutaisi, Şamaxı, Dərbənd quberniyasının yaradılması. Bu da düzdür. 40-cı il inzibati islahatın keçirilməsi, İrəvan quberniyasının yaradılması. İslahat 40, İrəvan quberniyası 49. B ilə Y. 7 olacaq B variantı. 47-ci kəndli əsasnamələri hansı məsələlər nəzərdə tutulmur? Deməli, 47-ci kəndli əsasnamələrində hansı məsələlər nəzərdə tutulmurdu? Kəndlilərə torpaq payının verilməsi. Tutulurdu. Amma sahibkar kəndisi idi. Sırf kəndlilərin hamısı yox, sahibkar kəndisinin hamısına baxın. Sudan istifadəyə görə verginin ödənməsi bəli nəzərdə tutulurdu. Kəndlinin mal qarası ontarılması müqabilində sahibkara vergi ödəməsi bəli çöp başı. Bəy və ağalar kəndlilər üzərində tam hüquqlu və tam deyil məhdud hüquqlu 4. Bütün kəndlilərin 50 ilə 18, bütün yox, ancaq sahibkar kəndliləri 4-dən 5. Amma burada bir dənə sahibkar kəndisi əlavə eləmək lazımdır.
Konkret cavab 4-dən 5-dir, amma bütün kəndlərə yox. Həm sahibkar kəndinə, üstə gələk də 15 yaşından yuxarı şəxslərə, yəni bütün kəndə torpaq payı verilmirdi ki. Müsəlman əyalətləri rəisinin tabe edilən ərazilər. Deməli, Dərbənd, Quba, Bakı hərbi dairə rəisidir, qalanlar da müsəlman. Dərbənd, Quba, Bakını çıxırıq. Quba, Bakı, Dərbənd, Bakı. Şəki, Şamaxı, Lənkəran, Qarabağda müsəlman əyalətləri rəisi. Xəritə və cədvələ əsasən düz gəlməyən cavabları müəyyən edin. 3. Şəki, 2. Qarabağ, 4 təxmini Gəncə tərəflərdir, 5. İrəvan, 1. Naxçıvan. İndi baxaq. 2-3. 2 Qarabağ, 3 də Şəki. Qarabağla Şəki Xəzər vilayətinin qəzaları idi. Xəzər vilayətinin qəzaları, bəli, bu düzdür. Bizə nəsə düz istəyir, səhv istəyir, düz olmayan istəyir bizdən amma. Bizdən düz olmayan istəyir, amma 1 düzdür. Deməli, 1-i çıxartmarıq cavablarımızdan. 1 getdi, 1 getdi. Ərazisində erməni vilayəti yaradılmışdı. 1-dən 5, Naxçıvan, İrəvan, bəli, Qondarma erməni vilayəti. Deməli, 2 də düzdür, 2-ni də çıxardırıq. Gürcü Mertiya quberniyasına daxildir. Gürcü Mertiya quberniyası 40-cı yaranmış, 4-dən 5, 4 haradır? Şəki. Xeyr, Şəki Gəncə, daha doğrusu Gəncə düşür də, bura Gəncə yazmışam, niyə Şəki deyirəm? Gəncə. 4 Gəncə, 5 də İrəvan. Bəli, Gürcü Mertiyanın tərkibində idi. Deməli, 3-də çıxırıq. 1-2. 1 Naxçıvan, 2 Qarabağ. İkinci Rusiya-Qacar müharibəsi zamanı başlayan zaman ərazilərində ruslara qarşı Naxçıvanda yox idi. 4. Birinci Rusiya-Qacar müharibəsi zamanı Ruslar tərəfindən işğal olmuşdu. 3-dən 4. Şəki Gəncə. Gəncə Rusiya-Qacar müharibəsi ərəfəsində. Yəni müharibə başlamamış işğal olunur. Ona görə olacaq 4-dən 5. Komendant idarəçi dövrünə uyğun gəlməyən hadisə. Yəni bizə deyir ki, 40-a qədər olmasın. 40-dan sonra olmasın. Almanların bir hissəsinin Qafqaza köçürülməsi 17. Rusların Lənkəran ərazisində köçürülməsi 30. Sünni məzhəbli rəhbərlik 29. Şəki qəzasında komendant idarə üsuluna qarşı üsyanın baş verməsi. Qəzala yaranıb quberniya, vilayət qəza, yenə deyirəm, 40-cı islahatında. Onda da komendantlığı ləğv edib yaratmışlar. Yəni Şəkidə üsyan olanda qəza deyildi. D variantı. Çar Rusiyasına qarşı Azərbaycanda baş vermiş üsyanlar zamanı üsyan zamanı daha əvvəl baş vermiş. Lənkəran üsyanı 31. Carbəlakəndə müvəqqəti idarə 30. Üsyanın gedişində hərbi şuru 37. Məşədi Məhəmmədin başçılığı ilə Şəki üsyanının yatırılması 38. Hacı Məhəmməd ilə 37 üsyandan sonra. Amma üsyanlara aid daha əvvəl dediyinə görə Lənkəranı götürəcəyik. Carbəlakən 30-dur düz, amma hələ üsyanlar başlamamışdı. Üsyan müvəqqəti idarə ləğv olundan sonra başlamışdı. Ona görə götürəcəyik 31 Lənkəranı. Daha sonra baş vermişdir. Rəhdarın ləğvi 36. Güzəştli ticarət tarifinin tətbiq edilməyə başlanması 21. Almanların Azərbaycana köçürməsi 17-18. Türkmənistan müqaviləsi 28. Azərbaycanda Rusiyada istifadə olunan vahid ölçəki 39-43. Daha sonra, yəni ən gec olan dediyinə görə götürəcəyik vahid ölçək pulsini. 30-cu il fərmanına əsasən Rusların köçürüldüyü bölgələr. Ümumiyyətcə, ermənilər köçürmüşdü 28-ci ildə, 29-cu ildə İrəvan, Naxçıvan, Qarabağ, Borçalı. Ruslar köçürmüşdü Qarabağ, Şirvan, Lənkəran. Qarabağ, Lənkəran, Şirvan. Almanlar köçürmüşdü Yelizavetpolu, yəni Gəncəyə. Uyğunluq pozulmuşdur. Rusların köçürmə siyasətinin məqsədlərindən biri də regionun iqtisadi fəthini sürətləndirmək, bəli. Çar Rusiyasının Qafqazda Alman koloniyalarını yaratmaqda məqsədlərindən biri də bölgədə Avropa əkinçiliyi mədəniyyətin yayılmasına ayrılmaq, bəli. Rusiya xam ipəyə olan tələbatını ödəmək üçün Nuxada manufakturalar, bəli. Çar yerli zadəganları özünə yaxınlaşdırmaq üçün 30-cu ildə müsadirə etdiyi torpaqların bir hissəsini geri qaytardı, bəli. Kənd təsərrüfatında əmtəyə istehsalını nəzərə alan Çar Rusiyası Şimali Azərbaycanda pul vergisi natural vergi ilə əvəz etdi. Pul vergisini əvəz etmir. Natural vergini pulla əvəz edir. Yəni yerlərin dəyişik yazıb bilinir. 40-cı il 10 aprel inzibati və məhkəmə islahatından fərqli olaraq 46-cı il 6 dekabr reskripti, 14 dekabr fərman. Deməli, 10 aprel inzibatindən fərqli olsun, 46-cı il 6 dekabr. Bəy və ağaların idarəçilikdən uzaqlaşdırılması. Bəy və ağaların idarəçilikdən uzaqlaşdırılması ümumiyyətcə 46-cı 6 dekabr reskriptində bu məsələyə toxunmur. 6 dekabr reskriptində ondan əvvəl kəndlər çıxarmışlar. Bu 40-cı il islahatına aiddir. Ona görə A-nı götürə bilmərik. Dövlət və sahibkar kəndli qruplarının ləğv edilərək vahid bir adı ancaq sahibkar kəndisinə aid olmaz. Tiyul və mülk torpaqlarının eyni kateqoriya. Bəli, 40-cı ildən fərqli olaraq 46-cı tiyul mülk eyni kateqoriya. Demək bir ancaq olacaq C.
46-cı il 14 dekabr ondan fərqli olsa, amma 40-cı il saatından fərqli olsun. Mərkəzi Şamaxı olan inzibati ərazi var. Xeyr, bunu götürə bilməz. Çünki 40-cı ildə mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradılmış. Deməli, bu oxşar bənd ikisi üçün də. Yeni quberniyanın yaradılması. 40-cı ildə yaratmışdı Gürcü Metiya quberniyası, 46-da yaratmışdı Şamaxı quberniyası. Deməli, bu da oxşardır. Mərkəzi Azərbaycanda yerləşən ilk quberniya, bəli, Şamaxı Dərbənd. 1-yə C, 2-yə C, 16C variantı. Verilmiş xəritəyə əsasən həmin dövrə aid düzgün cavabı müəyyən edin. Deməli, xəritəmizdə görürük ki, var Dərbənd quberniyası, Şamaxı quberniyası, Tiflis quberniyası, İrəvan quberniyası. Yəni, söhbət burada 46-cı il, 49-cu illərdən gedir. 14 dekabr reskripti 1846, 14 dekabr. Bir də Tiflis quberniyası, arası Şamaxı quberniyası varsa, Dərbənd də varsa 60-a qədər təxmini. Bizə lazımdır 60-a qədər, 46-60 arasında uyğun gələn düzgün cavab. Ali müsəlman sekinin torpaq hüququ baxımından Rus zadəganları ilə bərabər hüquq qazanması. Ali müsəlman sekinin Rus zadəganları bərabər hüquq qazanıb 46-6 dekabr. Hələ onda bu quberniyalar yaranmamışdı. Dərbənd quberniyası, Şamaxı quberniyası yox idi. Yəni, bu ondan biraz əvvəl başlayıb. Buna görə onu götürə bilmərik. Biyarı ləğv edilərək pul vergisi. Bu 1870-dir. Onda artıq Şamaxı quberniyası yox idi. Dərbənd quberniyası yox idi. Yeni quberniya yaranmışdı. Yelizavetpol quberniyası yaranmışdı. Ona görə B-ni götürə bilmərik. Çar 2. Aleksandrın Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi haqqında əsasnaməni qəbul etməsi. Bu 1861-də o zamanda Dərbənd quberniyası yox idi. Şamaxı quberniyası yox idi. Bizə lazımdır ki, bu quberniya olan vaxtda bir şey seçək. Sahibkar kəndisinin müvəqqəti mükəlləfiyyətli vəziyyətində olması. Sahibkar kəndisi müvəqqəti mükəlləfiyyətlə düşüb 1870. Onda da bu quberniyalar yox idi. Olmaz. Bəylərin, onların torpaqlarında yaşayan kəndlər üzərində inzibati polis hakimiyyətinin olması, bəli. 47-ci islahatı verilir 47-ci ildə. Bəylərin, kəndlər üzərində polis hüquqları var idi. O dövrdə həm də bu quberniyalar var idi. Deməli, olacaq 17-yə variantı. Uyğunluğu müəyyən edin. Doğrunun altından doğrunun, yanlışdan yanlış edəcəyik. Yelizavetpol dairəsi daxil idi müsəlman əyalətləri rəisliyinə. Müsəlman əyalətləri rəisliyinin tərkibində var idi. Şəki, Şamaxı, Lənkəran, Qarabağ. Yəni, Yelizavetpol dairə idi ayrıca. Demək, bunu götürə bilmərik. Şəriət məhkəmələrinə başçılıq edirdi komendantlar. Xeyr, komendantlar yox. Komendantlar ancaq əyalət şəhər məhkəmələrinə başçılıq edirdi. Olmaz. Azərbaycanda ilk Rus məskənləri yaradıldı. 19-cu əsrin birinci yarısında, bəli, yəni 1830-cu ildə. Demək, birinci götürəcəyik 3-ü. Yanlışın altından yanlış edəcək. Azərbaycanda ilk kapitalist müəssisəsi olan manufaktura yarandı 19-cu əsrin birinci rübündə. İlk kapitalist müəssisəsi manufaktura yarandı 1827, bu da düşür 2-ci rübə. Yanlış olan görə bunu götürəcək. Yanlışdan yanlış götürməliyik. Azərbaycan 19-cu əsrin ikinci yarısında aqrar sənaye ölkəsində Azərbaycan aqrar ölkədən aqrar sənaye ölkəsinə çevrilib sənayeləşmə dövründə, yəni 1928-32 birinci 5 illik plan dövründə. Demək, bu da yanlış fikirdir, 5-i də götürməliyik. Çar Rusiyasının işğalın ilk dövrlərində malcəhət və bəhrə aparıcı vergi olaraq qalırdı. Bəli, malcəhət və bəhrə hələ də aparıcı vergi. Deməli, burada olacaq 3, 4, 5 variantı. 19-cu əsrdə Cənubi Azərqafqazda yaradılmış ilk quberniya. 19-cu əsr Cənubi Qafqazda yaradılmış ilk quberniya. Şamaxı 46, Kutaisi 46, Xəzər quberniyası yox deməkçə, Gürcü Metiyada yaradılıb 1840-cı il. Amma bundan əvvəl ən birinci yaranıb. 1801-ci Gürcü quberniyası başçısı da Knorring. Ruslar Kartikaxeta çarlığını ləğv eləmişdi ki, bu çarlıq bəzi xanlıqlarımızdan Qacarla əlaqə saxlayıb. Ona görə Kartikaxetəni ləğv edib yerində 1801-ci ildə Gürcü quberniyası yaratmışdılar. Buna baxaq, bunu silim 2 dəqiqə. Deməli, 40-cı il İnzibati Məhkəmə İslahatı, 46-cı il 14 dekabr fərmanı, 6 dekabr fərmanı. Qəzaların tərkibində nahiyələrin yaradılması təbii ki olacaq 40-cı il İnzibati Məhkəmə İslahatı. Biri olacaq A. Gürcüstan İmertiya və Xəzər vilayətini ləğv etməsi 14 dekabr. 2 olacaq B. Elə bir cavabımız var. Bəli, var. Ağa və bəylərin tiril torpaqlar üzərində mülkiyyət hüququnun təsdiq edilməsi 6 dekabr. 3-ə gedəcək C. Yelizavetpol qəzasının yaradılması. Yelizavetpol qəza yaranıb 40-cı il məhkəmə islahatında. 1-ə gedəcək D. Feodallara kəndlər üzərində polis və məhkəmə hüququnun verilməsi 6 dekabr 3-ə gedəcək Y.
Demək 1-ə A, D, 2-yə B, 3-ə də C ilə Y. A variantı.